Çok düzgün qidadan başlayır. Bu videoda məşhur onkoloq Dr. Richard Beliveau və Dr. Greger'in apardığı araşdırmalar əsasında hansı tərəvəzlərin xərçəng hüceyrələrini ən güclü şəkildə dayandırdığını izah edəcəyik. Buradakı məlumat bir tərəvəzin digərlərindən daha yaxşı olması anlamına gəlmir. Sadəcə, bəzi tərəvəzlərin müəyyən xərçəng növlərinə qarşı daha güclü təsir göstərdiyi elmi olaraq sübut edilib. Təsəvvür edin ki, salat barındasınız. Əlinizdə 5 seçim var. Kahı, Boston kahısı, radicchio, romen kahısı və ispanaq. Sual: bunların hansının xərçəng hüceyrələrinin böyüməsini dayandırmaq gücü daha yüksəkdir? Araşdırmanın nəticələrinə görə bu beşliyin arasında ən güclü təsir göstərən tərəvəz ispanaqdır. İspanaq döş xərçəngi hüceyrələrinin yayılmasını ləngitmədə birinci yerdədir. Beyin şişlərinə qarşı birinci, böyrək xərçənginə qarşı birinci, ağciyər xərçənginə, uşaqlarda beyin şişlərinə, mədə-altı vəzi xərçənginə və prostat xərçənginə qarşı yenə birinci. Yəni ispanaq ümumi siyahıda ən güclü tərəvəz olmasa da, seçim etdiyimiz bu 5 tərəvəz arasında bütün xərçəng növlərinə qarşı ən yüksək qoruyucu təsir göstərən qida olur. İndi təsəvvür edin ki, restoran deyir, bugün ispanaq qalmayıb. O zaman ikinci ən güclü seçim hansıdır? Araşdırma göstərir ki, siyahıda ispanaqdan sonra ən güclü təsir göstərən yaşıl radicchiodur. Radicchio bir çox xərçəng növlərinə qarşı ikinci ən yaxşı nəticəni göstərib. Döş xərçəngi, beyin şişləri, böyrək xərçəngi, ağciyər xərçəngi, mədə-altı vəzi xərçəngi, prostat xərçəngi və s. Deməli, ispanaq birinci yer, radicchio isə ikinci yer kimi qəbul edilə bilər. İndi salat üçün 4 əlavə tərəvəz seçməliyik. Amma arxamızda növbə var, ona görə ən yaxşıları tez müəyyən etməliyik. Gəlin bəzi tərəvəzləri test edək. Məsələn, yer kökü. Araşdırma göstərir ki, yer kökü xərçəng hüceyrələrinin böyüməsini əksər hallarda 50%-dən az dayandırır. Yəni, salat üçün xərçəngə qarşı ən güclü seçim deyil. Çuğundur daha yaxşı nəticələr göstərir, xüsusilə beyin şişlərinə qarşı. Kahı, xiyar, pomidor, kartof. Təəssüf ki, bu tərəvəzlərin çoxu hüceyrə böyüməsini əhəmiyyətli dərəcədə dayandırmır. Buna görə də xərçəngə qarşı güclü salat hazırlamaq istəyən biri üçün bunlar əsas seçim olmamalıdır. Əsl problem də budur. Cəmiyyətdə ən çox yeyilən tərəvəzlər kartof, pomidor, kahı, xiyar, xərçəngə qarşı ən zəif təsir göstərənlərdir. Ən güclülər isə ispanaq, kələm kimiləri, brokoli, sarımsaq, soğan daha az yeyilir. İndi isə gəlin bu araşdırmada ən güclü tərəvəz hansı idi, ona baxaq. Və nəhayət, araşdırmada hansı tərəvəz birinci yerə çıxdı? 7 müxtəlif xərçəng növünün 7-sində də böyüməni tamamilə dayandıran bir tərəvəz var idi. Bu tərəvəz nə idi? Brokoli? Gül kələmi? Brüssel kələmi? Yox. Ən güclü nəticə verən tərəvəz sarımsaq oldu. Sarımsaq döş xərçəngi hüceyrələrinin çoxalmasını tamamilə dayandırdı. Beyin şişlərinə qarşı yenə birinci, böyrək xərçənginə qarşı ikinci ən güclü. Ağciyər xərçəngi yenə sarımsaq. Uşaq beyin şişləri sarımsaq. Mədə-altı vəzi, prostat, mədə xərçəngi hamısında sarımsaq ən güclü nəticəni göstərdi. Sual yarana bilər. Bəlkə sarımsaq sadəcə ümumiyyətlə zəhərlidir və ona görə həm xərçəng hüceyrələrini, həm normal hüceyrələri öldürür. Araşdırma bunu da test etdi. Qara zolaqlar xərçəng hüceyrələrini, ağ zolaqlar isə normal, sağlam hüceyrələri göstərir. Sarımsaq yalnız xərçəng hüceyrələrini öldürür. Sağlam hüceyrələrə toxunmur. Bu, inanılmaz dərəcədə əhəmiyyətli nəticədir. Eyni təsir demək olar ki, bütün güclü tərəvəzlərdə də müşahidə olundu. Xərçəng hüceyrələrinə hücum, normal hüceyrələrə isə toxunmamaq. Əgər sarımsağı seçməsən belə, digər 2 ən güclü tərəvəz qrupu bunlardır. Kələm kimilər, brokoli, kələm, brüssel kələmi, gül kələmi, allium ailəsi, sarımsaq, soğan, pırasa. Bu 2 ailə xərçəngə qarşı ən çox araşdırılmış və ən güclü qoruma verən tərəvəz qruplarıdır. İndi gəlin bu konsepti tam bağlayaq. Əvvəlcə yaşıl yarpaqlı tərəvəzlər, mavi zolaqlar. Sonra isə allium tərəvəzləri, sarı zolaqlar. Əgər diqqətlə baxsanız görəcəksiniz ki, kələm kimilər və allium tərəvəzləri demək olar ki, bütün qrafiklərin sağ tərəfində, yəni ən güclü təsir göstərənlər sırasında toplanıb. Döş xərçəngi, bu qruplar ən güclüdür. Beyin şişləri, yenə onlar. Böyrək xərçəngi, yenə ön sırada. Ağciyər xərçəngi, eyni patern. Burada maraqlı nüans. Bəzən bok choy digərlərinə nisbətən daha zəif nəticə göstərir. Bu da göstərir ki, hətta eyni ailənin içində belə təsir gücü fərqli ola bilər. Amma əsas fikir dəyişmir. Kələmkimilər plus sarımsaq soğan ailəsi xərçəngə qarşı
ən güclü qida birləşməsidir. Siz yüzlərlə resept görürsünüz. Sarımsağı qızdırın, sonra soğan əlavə edin, sonra yaşıl tərəvəzləri qatın. Bu boşuna deyil. Bu iki qida ailəsi birləşəndə təsir gücləri daha da artır. Araşdırmanın nəticəsi açıq şəkildə deyir. Xərçəngə qarşı profilaktikanın ən güclü, qida əsaslı strategiyası bu iki qrupun gündəlik rasionda mütləq yer almasıdır. İndi isə gəlin araşdırmanın daha geniş hissəsinə baxaq. Burada alimlər bəzi texniki bölmələri, məsələn, laboratoriya hüceyrə adlarını kənara qoyur. Çünki onlar yalnız mütəxəssislər üçün əhəmiyyətlidir. Biz isə hamının rahat başa düşəcəyi hissələri dublaj edirik. Bu araşdırma 2008-ci ildə aparılıb. Sonrakı illərdə də yüzlərlə əlavə məlumat gəldi. Amma əsas nəticələr bugün də öz aktuallığını qoruyur. 10 illərdir aparılan epidemioloji araşdırmalar sübut edir ki, meyvə və tərəvəzləri çox yeyən insanlarda xərçəng riski əhəmiyyətli dərəcədə aşağı düşür. Amma bir sual açıq qalırdı. Bu təsiri hansı xüsusi tərəvəz və meyvələr yaradır? Bu sualın cavabını tapmaq üçün alimlər ilk addım kimi müxtəlif tərəvəzlərin xərçəng hüceyrələrinə təsirini bir-bir müqayisə etdilər. Nəticə çox aydın idi. Kələmkimilər və allium tərəvəzləri, yəni sarımsaq, soğan, pırasa, bütün test edilən xərçəng hüceyrələrinə qarşı ən güclü təsiri göstərdi. Əksinə, insanlar gündəlik daha çox yediyi tərəvəzlər, məsələn, kartof, pomidor, yerkökü, çaxı, təsir gücünə görə çox geridə qalırdı. Yəni, salat yeyirəm deyən insanların çoxu əslində xərçəngə qarşı güclü təsiri olan tərəvəzləri yemirdi. Burada diqqət çəkən bir məqam. Bu güclü təsirlərin səbəbi təkcə antioksidantlar deyil. Antioksidantlar əsasən xərçəngin başlanğıc mərhələsində kömək edir. Amma xərçəng hüceyrələri artıq çoxalmağa başlayanda onları durduran başqa mexanizmlər lazımdır. Buna antiproliferativ təsir deyilir. Alimlər tərəvəzlərin antioksidant gücünü ORAC testi ilə ölçdü. Sarımsaq, Brüssel kələmi, kələm bu testdə çox yüksək nəticə göstərdi. Kaxı və xiyar kimi tərəvəzlər isə xeyli aşağı nəticə verdi. Amma ən maraqlısı, antioksidant gücü yüksək olan tərəvəzlər hər zaman xərçəngə qarşı ən güclü çıxmadı. Yəni məsələ sadəcə antioksidanta deyil, burada çoxlu, müxtəlif müdafiə mexanizmləri birlikdə işləyir. Bu da onu göstərir ki, xərçəngə qarşı qoruyucu təsir tək bir maddənin deyil, tərəvəzlərin içindəki yüzlərlə fitokimyəvi maddənin birgə sinerjisi nəticəsində yaranır. Buna görə də alimlər deyir ki, sadəcə çox tərəvəz yeyin demək kifayət deyil. Əsas məsələ hansı tərəvəzləri və nə qədər yeməyimizdir. Məsələn, bəzi profilaktik üstünlüklər yalnız kələmkimilərdə görülür. Bəziləri isə yalnız allium ailəsində, sarımsaq və soğanda. Onkoloji statistikalarda belə fərqlər çox aydın görünür. Bəzi ölkələrdə müəyyən xərçəng növləri demək olar ki, 2 dəfə az görülür və bunun ən böyük fərqi həmin ölkələrdə insanların kələmkimləri daha çox yeməsidir. Çünki bu tərəvəzlərdəki fitokimyəvlər DNT zədələnməsini azaldır. Xərçəng yaradan maddələrin bədəndən çıxmasını sürətləndirir. İltihabı azaldır. Şişin özünü qidalandıran damarların yaranmasının qarşısını alır və ən əsası, xərçəng hüceyrələrinin çoxalmasını birbaşa bloklayır. Bu effektlər birlikdə o qədər güclüdür ki, alimlər hesab edir. Əgər insanlar daha çox kələmkimlər və sarımsaqlı soğanlı tərəvəzlər yesəydi, xərçəngdən ölüm halları 100 minlərlə azala bilərdi. Bu araşdırma gəldiyi nəticə ilə bütün diyetoloqlara belə bir mesaj verdi. Məsələ təkcə çox tərəvəz yeyin deyil, doğru tərəvəzləri yeyin. İndi isə alimlərin bu mövzunun daha dərinə getdiyi növbəti hissəyə keçək. Araşdırmanın bu hissəsi tərəvəzlərin xərçəng hüceyrələrinə necə fərqli təsir etdiyini daha da aydın göstərir. Burada alimlər müxtəlif xərçəng növlərindən götürülmüş hüceyrələri ayrı-ayrı tərəvəz ekstraktları ilə test ediblər. Məsələn, prostat və mədə xərçəngi hüceyrələri ən həssas olanları idi. Test edilən 34 tərəvəz ekstraktından 23-ü prostat xərçəngi hüceyrələrinin çoxalmasını 50%-dən çox azaldırdı. Amma böyrək və mədə altı vəzi, yəni pankreas xərçəngi hüceyrələri ən çətin, ən davamlı olan hüceyrələr idi. Çox az tərəvəz onların çoxalmasını dayandıra bilirdi. Burada 2 ailə yenə öz gücünü göstərdi. Kələmkimilər, brokoli, Brüssel kələmi, kələm, kələmgil növləri və allium ailəsi, sarımsaq, soğan, pırasa. Bu 2 tərəvəz ailəsi demək olar ki, bütün xərçəng növlərinə qarşı ən güclü təsiri göstərdi. Məsələn, sarımsaq ekstraktı bütün test edilən xərçəng hüceyrələrinin böyüməsini tamamilə dayandıran yeganə tərəvəz oldu. Soğan, pırasa və digər allium tərəvəzləri də çox güclü idi, xüsusilə prostat, mədə və beynin bəzi şiş növlərinə qarşı. Kələmkimilərdə isə ən güclü nəticə Brüssel kələmi verdi.
O, test edilən bütün xərçəng hüceyrələrinin çoxalmasını tamamilə durduran nadir tərəvəzlərdən biri idi. Digər kələm kimilər, brokoli, kələmin müxtəlif növləri, gülkələm də çox güclü təsir göstərirdi. Bəzən 50%, bəzən 80%, bəzən isə tamamilə 100% bloklama. Amma maraqlı bir istisna var idi. Bokçoy, yəni Çin kələmi. Kələmkimilər ailəsində olsa da, onun təsiri xeyli zəif idi. Çox hallarda təsir göstərmirdi. Əvəzində radis, turp, qırmızı kələm daha yaxşı nəticələr verdi. Yəni hər kələmkimili bərabər gücdə deyil. Bu nəticələr həm də başqa bir şey göstərdi. Gündəlik ən çox yeyilən tərəvəzlər, kartof, yerkökü, kahı, pomidor, xərçəngə qarşı ən zəif təsir göstərən tərəvəzlərdir. Bu tərəvəzlər test edilən xərçəng hüceyrələrinin böyük əksəriyyətində demək olar ki, heç bir bloklayıcı təsir göstərmirdi. Pomidor ekstraktı yalnız prostat xərçəngi hüceyrələrinə qarşı bir qədər təsir göstərdi, digərlərinə yox. Bu da likopen maddəsinə görədir. Yerkökü 0-a yaxın, kahı 0-a yaxın, kartof təsir göstərmir. Çünki bu tərəvəzlərdə aktiv fitokimyəvi maddələr çox azdır. Ən böyük problem isə budur. İnsanların gündəlik tərəvəz qəbulu 60%-ə qədər məhz bu zəif təsirli tərəvəzlərdən ibarətdir. Yəni, çox adam tərəvəz yeyirəm deyir, amma əslində xərçəngə qarşı qoruyucu gücü olan tərəvəzlərin çoxunu ümumiyyətlə yemir. Kələm kimilər və allium ailəsi isə insanların ümumi tərəvəz istehlakının cəmi 1%-dən az bir hissəsini təşkil edir. Sarımsağın payı isə daha da azdır, %40'larla ölçülür. Bu isə xərçəng riskinin yüksək olmasının əsas səbəblərindən biri hesab olunur. Maraqlı bir nümunə də var. Məsələn, radis ekstraktı mədə və döş xərçəngi hüceyrələrini tamamilə dayandırsa da, böyrək və beyin şişlərinə qarşı heç bir təsir göstərmir. Əksinə, narıncı biber çox növdə təsirsiz olsa da, prostat xərçəngi hüceyrələrində 75%-ə qədər bloklama göstərdi. Bu fərqlər onu göstərir ki, heç bir tərəvəz bütün xərçəng növlərinə qarşı eyni dərəcədə güclü deyil və buna görə müxtəlif tərəvəz yemək çox vacibdir. Növbəti hissədə alimlər bu fərqlərin arxasında duran mexanizmləri və kələmkimlərdəki xüsusi maddələri açıqlayırlar. İndi isə gəlin görək, niyə məhz kələmkimlər, brokoli, gülkələm, kələmin müxtəlif növləri bu qədər güclüdür? Səbəb onlarda olan xüsusi fitokimyəvi maddələrdir. Bu maddələr normal halda bitkinin içində passiv vəziyyətdə olur, amma tərəvəz kəsilən kimi, doğranan kimi, yəni mexaniki olaraq parçalanan kimi bu maddələr aktiv formaya keçir. Onların adı qlukozinolatlardır. Bu maddələr parçalandıqda orqanizmdə çox güclü xərçəng əleyhinə təsir göstərən izotiyosianatlar yaranır. İzotiyosianatlar xərçəng hüceyrələrinin böyüməsini, bölünməsini və yayılmasını bir neçə yerdən bloklayan çox reaktiv maddələrdir. Bu səbəbdən kələmkimlər test edilən demək olar ki, bütün xərçəng hüceyrələrinə qarşı güclü nəticə göstərib. Məsələn, Brüssel kələmi ən yüksək qlukozinolat səviyyəsinə malikdir. Bu da niyə testlərdə ən güclü nəticə verdiyini izah edir. Brokoli, gülkələm, qara kələm hamısı çox yüksək aktivlik göstərən tərəvəzlərdir. Amma təsirlərinin gücü çeşiddən çeşidə dəyişə bilir. Allium ailəsində isə gücün səbəbi başqa maddələrdir, kükürt birləşmələri. Sarımsaq, soğan və pırasa kəsildikdə burada da aktiv maddələr yaranır və bu maddələr xərçəng hüceyrələrinə birbaşa sitotoksik təsir göstərir. Bu sinifdə sarımsaq ən güclü təsirə malikdir. Yəni, həm kələmkimlərin, həm də allium tərəvəzlərinin içində liderdir. Əslində, bu maddələrin gücü həm də ona görə artır ki, onlar eyni anda bir neçə mexanizmə təsir edir. Xərçəng hüceyrəsinin bölünməsini dayandırır, iltihabı azaldır, yeni damarların yaranmasını bloklayır, zədələnmiş hüceyrəni öz-özünə məhv olmağa məcbur edir. Yəni, tək bir istiqamətdən yox, eyni anda bir neçə cəbhədən təsir göstərirlər. Bu, onları meyvə və tərəvəzlər içində unikal edir. Alimlər bu təsiri yalnız antioksidant gücü ilə izah etməyin düzgün olmadığında vurğuluyur. Məsələn, brokolinin antioksidant səviyyəsi o qədər də yüksək deyil, amma xərçəng əleyhinə təsiri ən güclülərdən biridir. Yəni, əsas məsələ antioksidantın miqdarı deyil, fitokimyəvi aktivliyin özüdür. Qısacası, tərəvəzlərin qiymətləndirilməsi təkcə ORAC dəyərlərinə görə aparılsa, çox yanlış nəticə çıxar. Çünki xərçəng əleyhinə təsir yalnız antioksidant olmaqla məhdudlaşmır. Bu tərəvəzlər birbaşa xərçəng hüceyrəsinin həyat dövrünə müdaxilə edir. Məhz buna görə alimlər deyir ki, xərçəngdən qorunmaq üçün təkcə çox tərəvəz yemək kifayət deyil, düzgün tərəvəzləri yemək lazımdır. Və bu düzgün tərəvəzlər demək olar ki, hamısı kələmkimlər və allium ailəsidir.
Təəssüf ki, insanlar ən çox kartof, pomidor, göyərti olmayan salatlar, yer kökü yeyirlər və bunlar xərçəngə qarşı çox zəif təsir göstərir. Əvəzində ən güclü tərəvəzlər Brüssel kələmi, brokoli, sarımsaq, soğan insanların ümumi tərəvəz rasionunda cəmi 1%-dən də az yer tutur. Bu araşdırma göstərir ki, əgər xərçəng riskini azaltmaq istəyiriksə, qidalanmada bu iki tərəvəz ailəsinin payını artırmaq çox vacibdir. Bu yanaşma həm də göstərir ki, tərəvəzlər xərçəngə qarşı eyni gücdə deyil. Yəni, tərəvəz yaxşıdır prinsipi doğrudur, amma bütün tərəvəzlər eyni səviyyədə işləmir. Oxşar görünən iki tərəvəz belə, məsələn kələm və Çin kələmi, təsir gücü baxımından bir-birindən tamamilə fərqlənir. Bu da o deməkdir ki, xərçəkdən qorunmaq üçün ən güclü təsir göstərən tərəvəzləri daha çox yemək lazımdır. Xüsusilə də kələm kimilər, Brüssel kələmi, brokoli, qara kələm, gül kələm çox yüksək səviyyəli qoruyucu fitokimyəvi maddələrə malikdir. Və alium ailəsi, sarımsaq, soğan, pırasa həm antioksidantlarda, həm də kükürt birləşmələrində çox zəngindir. Araşdırma göstərir ki, bu tərəvəzlər yalnız bir növ xərçəngə qarşı deyil, müxtəlif xərçəng hüceyrə xətlərində də güclü təsir göstərir. Maraqlı bir məqam da budur ki, bəzi xərçəng növləri müəyyən tərəvəzlərə daha həssasdır. Məsələn, mədə xərçəngi hüceyrələri Brüssel kələmindəki aktiv maddələrə çox həssasdır. Prostat xərçəngi hüceyrələri isə həm brokkoli, həm də sarımsağa güclü reaksiya göstərir. Əksinə, böyrək və mədə altı vəzi xərçəngi hüceyrələri ən dayanıqlı olanlardır. Yəni onları dayandırmaq daha çətindir. Araşdırmada test edilən 34 tərəvəzin yalnız çox kiçik bir hissəsi bu iki hüceyrə tipinin böyüməsini 50%-dən çox azalda bilib. Bu da bir daha göstərir ki, müxtəlif tərəvəzlər müxtəlif xəstəliklərə qarşı fərqli gücdədir. Bu fərqlər həm tərəvəzin içindəki fitokimyəvi maddələrin tərkibi və konsentrasiyası ilə, həm də xərçəng hüceyrəsinin quruluşu və metabolizmi ilə bağlıdır. Məsələn, rediska, yəni qırmızı turp, bəzi xərçəng hüceyrələrini tamamilə dayandıra bilir, amma digərlərində təsiri çox zəifdir. Eyni zamanda narıncı bibər, portağal rəngli şirin bibər, əksər xərçəng növlərində zəif təsir göstərsə də, prostat xərçəngi hüceyrələrində 75%-ə qədər inhibisiya verib. Bu cür fərqlər onu göstərir ki, xərçəng əleyhinə təsiri maksimum etmək üçün rasionda müxtəlif tərəvəz qrupları olmalıdır. Yəni, bir tərəvəzin superfood olması kifayət etmir. Fərqli fitokimya profilləri birlikdə daha güclü təsir yaradır. Buna sinergiya deyilir. Buna görə alimlər deyir ki, müxtəlif tərəvəz ailələrindən qarışıq yemək, xüsusən də kələmkimlər və alium ailəsi ən effektiv strategiyadır. Araşdırmanın maraqlı nəticələrindən biri də odur ki, kartof, pomidor, yerkökü kimi tərəvəzlər, yəni ən çox yeyilən tərəvəzlər, əslində xərçəngə qarşı ən zəif təsir göstərənlərdir. Bu tərəvəzlər əlbəttə ki, faydalıdır, amma xərçəngin qarşısını almaq baxımından ən güclü tərəvəzlər siyahısında deyillər. Ən güclü tərəvəzlər isə insanlar tərəfindən ən az yeyilənlərdir. Bunun özü də çox ciddi bir məsələdir. Çünki insanların tərəvəz rasionunun 60%-i zəif təsirli tərəvəzlərdən ibarətdir. Əvəzində ən güclü təsir göstərən tərəvəzlər Brüssel kələmi, brokkoli, sarımsaq, qara kələm. Ümumi rasionda təxminən 1%-dən də az pay tutur. Bu isə geniş ictimai səhiyyə baxımından böyük bir fürsətin itirilməsi deməkdir. Alimlərin nəticəsi çox aydındır. Hər gün daha çox kələmkimilər və alium tərəvəzləri yeyilməlidir. Bu, dünyada xərçəng yükünü ciddi şəkildə azalda bilər. Bu nəticə təkcə laboratoriya üçün deyil, real həyatda çox böyük əhəmiyyət daşıyır. Çünki xərçəng hüceyrələri insanlarda da tam eyni mexanizmlərlə inkişaf edir. Və alimlərin fikrincə, əgər insanlar rasionlarına daha çox kələmkimilər və alium ailəsi tərəvəzləri əlavə etsələr, xərçəngin inkişaf riski nəzərə çarpacaq dərəcədə azala bilər. Bu tərəvəzlərin gücü təkcə antioksidantla məhdudlaşmır. Əslində onların təsiri xərçəngin müxtəlif mərhələlərinə yönəlir. Məsələn, kələm kimilərdə olan glükosinolatlar tərəvəz kəsilən kimi aktivləşərək izotiosianatlara çevrilir. Bu maddələr xərçəngin böyüməsini dayandıran ən güclü təbii birləşmələrdən biridir. Eyni şəkildə sarımsağın tərkibindəki kükürt birləşmələri, allisin və digərləri xərçəng hüceyrələrinin enerji mexanizmini pozaraq onların çoxalmasını əngəlləyir. Yəni, bu iki tərəvəz ailəsi çox fərqli yollarla xərçəngə qarşı işləyir və birlikdə təsirləri daha da güclənir. Bu da sinergiya effektidir. Araşdırmada maraqlı nüanslardan biri də odur ki, test edilən tərəvəzlərin əksəriyyəti, məsələn, kartof, pomidor, yerkökü, xərçəng hüceyrələrini ciddi şəkildə dayandıra bilmədi. Bu tərəvəzlər sağlam qidalanmanın bir hissəsidir.
Amma xərçəngə qarşı əsas silah onlar deyil. Əvəzində güclü təsir göstərən tərəvəzlərin rasionda çox az yer tutması qlobal miqyasda böyük problemdir. Çünki insanların əksəriyyəti tərəvəz yeyirəm deyəndə əslində ən zəif təsirli tərəvəzləri yeyir. Halbuki ən yaxşı təsir göstərən tərəvəzlər Brüssel kələmi, brokkoli, sarımsaq, qara kələm gündəlik menyuda çox nadir görünür. Alimlərin vurğuladığı məhz budur. Tərəvəz yemək yaxşıdır, amma düzgün tərəvəzləri seçmək daha vacibdir. Və bunu güclü elmi sübutlar göstərir. Bu tərəvəzlər xərçəng hüceyrələrini normal hüceyrələrə toxunmadan sıradan çıxara bilir. Bu da onlara həm təhlükəsiz, həm də çox effektli edir. İndi isə araşdırmanın ikinci hissəsi. Yəni, niyə bəziləri daha güclüdür, digərləri isə zəif? Bunun ardındakı mexanizmlərə baxılır. Müəyyən edilir ki, məsələ təkcə antioksidantlarda deyil. Əslində, antioksidantlar xərçəngin yalnız başlanğıc mərhələsində, yəni DNT zədələnməsinin qarşısının alınmasında rol oynayır. Amma xərçəng artıq formalaşıbsa, onu dayandırmaq üçün daha güclü təsirə ehtiyacı var. Burada isə kələmkimlər və allium ailəsinin fitokimyəvi maddələri devrə girir. Çünki onlar xərçəng hüceyrələrinin böyümə siqnallarını birbaşa bloklayır. Bu maddələr xərçəngin müxtəlif mərhələlərinə təsir edir. Böyüməni yavaşladır, iltihabı azaldır. Şişin qidalanması üçün lazım olan damarların yaranmasının qarşısını alır və daha bir çox mexanizm. Beləliklə, nəticə çox aydındır. Tərəvəzlərin gücü fərqlidir və optimal qorunma üçün müxtəlif, güclü tərəvəzlərdən ibarət rasion lazımdır. Bu araşdırma həm də göstərir ki, fitokimyəvilərin təsiri tək bir maddəyə bağlı deyil. Onlar birlikdə bir komanda kimi işləyirlər. Bu sinergiya təsiri yalnız təbiətdə mövcuddur. Yəni, əlavələrdə və kapsullarda bu effekti təkrarlamaq mümkün deyil. Bu səbəbdən alimlər açıq şəkildə deyir, tərəvəzin özü ən yaxşı dərmandır. Xüsusilə də kələmkimlər və allium ailəsi. Son olaraq araşdırmanın vacib mesajı budur. Ən güclü antixərçəng təsiri olan tərəvəzlərin rasionda payının artırılması xərçəngdən qorunmanın ən effektiv yollarından biridir. Və araşdırmanın son hissəsində alimlər bütün bu tapıntıları birləşdirərək çox aydın nəticəyə gəlirlər. Alimlər vurğulayır ki, təkcə çox tərəvəz yemək kifayət deyil. Çünki tərəvəzlərin xərçəngə qarşı gücü bir-birindən çox fərqlidir və bu fərqlər bəzən 10 dəfələrlə ola bilər. Məsələn, kartof, pomidor, yerkökü kimi yayğın tərəvəzlər ümumi sağlamlıq üçün yaxşıdır, amma xərçəng hüceyrələrinin böyüməsini dayandırmaqda demək olar ki, təsirsizdir. Digər tərəfdən, Brüssel kələmi, brokkoli, sarımsaq, soğan kimi tərəvəzlər bəzi şiş hüceyrələrini tamamilə dayandıra bilir. Bu səbəbdən alimlər deyir ki, rasionda müxtəlifliyə ehtiyac var, amma düzgün müxtəlifliyə. Yəni, daha çox güclü tərəvəzlərdən, kələmkimlər və allium ailəsindən. Araşdırmada maraqlı faktlardan biri də budur ki, şiş hüceyrələrinin müxtəlif növləri eyni tərəvəzə fərqli reaksiya verir. Məsələn, kələm ekstraktı mədə və döş xərçəngi hüceyrələrini çox güclü şəkildə dayandırdığı halda, böyrək və mədəaltı vəzi xərçəngi hüceyrələrinə daha az təsir edə bilir. Eynilə, bəzi tərəvəzlər müəyyən şiş növlərinə çox təsirlidir, digərlərinə isə daha zəif. Bu o deməkdir ki, heç bir tərəvəz tək başına super qəhrəman deyil. Ən yaxşı təsir üçün bir neçə güclü tərəvəzin birlikdə yeyilməsi lazımdır. Bu həm də izah edir ki, niyə müxtəlif ölkələrdə xərçəng növlərinin yayılması qidalanma ilə bu qədər sıx əlaqəlidir. Çünki qidalanma sadəcə kalori deyil, hüceyrə səviyyəsində hər gün bədənimizlə işləyən real biokimyəvi maddələrdir. Bu araşdırma göstərir ki, bəzi tərəvəzlər xərçəngə qarşı çox güclü fitokimyəvi birləşmələr istehsal edir və bunlar hüceyrələrin çoxalmasını birbaşa əngəlləyir. Xüsusilə də mexaniki şəkildə doğrandıqda və ya çeynəndikdə, çünki həmin anda fitokimyəvilər aktivləşir. Bu səbəbdən brokkolini yeməzdən əvvəl doğramaq, sarımsağı əzmək və bir neçə dəqiqə gözləmək xərçəngə qarşı təsiri daha da artırır. Yəni, tərəvəzin faydası sadəcə tərkibində nə var deyil, necə hazırlandığı da çox önəmlidir. Sonda alimlər çox vacib bir tövsiyə verirlər. Təkcə tərəvəz yemək yox, doğru tərəvəzləri və müxtəlif kombinasiyaları yemək xərçəngdən qorunmanın açarıdır. Və bu təsir əlavələrlə deyil, yalnız real, bütöv tərəvəzlərlə əldə edilə bilər. Xüsusilə də rasionda kələmkimlər və allium ailəsi tərəvəzləri gündəlik olaraq yer almalıdır. Çünki bu iki ailə xərçəngə qarşı ən güclü, ən təsirli fitokimyəvi maddələri təmin edir. Və araşdırmanın yekun mesajı belədir.
Gündəlik qidalanmada brokkoli, sarımsaq, soğan, Brüssel kələmi və qara kələm kimi tərəvəzlərə üstünlük verin. Çünki bədəniniz buna layiqdir. Və araşdırmanın əsas nəticəsi bir daha təsdiqlənir. Gündəlik rasionda kələm kimilər və allium ailəsinin tərəvəzləri mütləq yer almalıdır. Bunlara brokkoli, Brüssel kələmi, kələm, qara kələm, gül kələmi və sarımsaq, soğan, pırasa kimi tərəvəzlər daxildir. Bu tərəvəzlər unikal fitokimyəvi maddələr istehsal edir və bu maddələr xərçəng hüceyrələrinin böyüməsini birbaşa dayandıra bilir. Ən təsir edici məqam isə odur ki, sağlam hüceyrələrə toxunmurlar, yalnız xəstə hüceyrələri hədəfləyirlər. Bu, təbiətin bizə verdiyi inanılmaz müdafiə mexanizmidir. Alimlər deyirlər ki, əgər insanlar gündəlik həyatda bu tərəvəzləri daha çox istehlak etsələr, bir çox növ xərçəngin yaranması əhəmiyyətli dərəcədə azala bilər. Çünki xərçəngin inkişafı təkcə genetik faktor deyil, həm də qidalanma və həyat tərzi ilə sıx bağlıdır. Dünyanın müxtəlif ölkələrində xərçəng növlərinin fərqli olması da bunu göstərir. İnsanların yediyi qidalar hüceyrə səviyyəsində fərq yaradır. Bu səbəbdən alimlər qidalanma ilə xərçəngə qarşı mübarizəni çox ciddi qəbul edir. Tərəvəzlərin tərkibindəki fitokimyəvi maddələr təkcə sərbəst radikalları zərərsizləşdirmir, həm də şişin inkişaf mərhələlərinə birbaşa müdaxilə edir. Bəzi maddələr DNT zədəsini azaldır, bəziləri iltihabı sakitləşdirir, bəziləri isə şiş hüceyrələrinə oksigen çatdıran damarların yaranmasının qarşısını alır. Yəni, bir tərəvəz bəzən onlarla müdafiə mexanizmini eyni anda işə salır. Məhz buna görə real tərəvəzlərin təsiri heç bir əlavənin verə bilməyəcəyi qədər güclüdür. Çünki təbiət bu kimyəvi maddələri tək-tək yox, birlikdə, sinerji içində yaradır. Araşdırma göstərir ki, insanlar ən çox kartof, yerkökü, pomidor və iceberg salatı yeyirlər. Amma təəssüf ki, bu tərəvəzlərin xərçəngə qarşı təsiri çox zəifdir. Ən güclü tərəvəzlər brokkoli, sarımsaq, soğan, qara kələm və Brüssel kələmi ümumi tərəvəz istehlakının cəmi kiçik bir hissəsini təşkil edir. Və bu böyük səhvdir. Çünki məhz bu tərəvəzlər bizim ən güclü müdafiə xəttimizdir. Xüsusilə də xərçəngin ilkin mərhələdə yaranmasının qarşısını almaqda. Alimlərin çağırışı çox aydındır. Gündəlik rasiona daha çox kələm kimilər və allium tərəvəzləri əlavə edin. Bu, yalnız ümumi sağlamlığa yox, həm də real, ölçülə bilən xərçəng riski azalmalarına səbəb ola bilər. Və ən gözəli, bu tərəvəzlərin təsiri üçün bahalı əlavələrə, xüsusi vitaminlərə və ya mürəkkəb protokollara ehtiyac yoxdur. Sadəcə daha çox brokkoli, sarımsaq, soğan, kələm və Brüssel kələmi yeyin. Təbiətin resepti çox sadədir. Bu araşdırmanın mesajı belədir. Əgər bədəniniz üçün bir yaxşılıq etmək istəyirsinizsə, boşqabınıza daha çox yaşıl, daha çox kələm kimilər, daha çox sarımsaq əlavə edin. Çünki təbiətin yaratdığı bu tərəvəzlər hər gün səssiz-sədasız olaraq bədəninizi qoruyur və uzun müddətli sağlamlıq üçün ən güclü addımlardan biri məhz budur.